Xarici İşlər Nazirinin Budapeştə səfəri davam edir. Makabo Çorişvili bugün beynəlxalq konfransda çıxış edəcək. Budapeşt Qlobal Dialoqu 2026 adlı format çərçivəsində dünyanın müxtəlif ölkələrindən yüksək vəzifəli siyasi şəxslər, biznes nümayəndələri və ekspertlər mövcud çağırışları müzakirə edəcəklər. Əsas diqqət təhlükəsizlik və geosiyasi məsələlərə yönəldiləcək. Tərəflər yeni təşəbbüsləri nəzərdən keçirəcəklər. Artıq məlumdur ki, Makabo Çorişvili çıxışında sülhün əhəmiyyətindən danışacaq. Tədbir Budapeştdə ardıcıl olaraq 3-cü ildir ki, keçirilir. Universitetlərin birləşdirilməsi ilə bağlı hökumətin dəyişdirilmiş qərarı siyasi spektrdə müzakirə mövzusuna çevrilib. Müxalifətin bir hissəsi bunu siyasi maskarad kimi qiymətləndirir və bildirir ki, nəticə etibarilə Gürcü arzusu geri çəkilməyə məcbur olub. Onların sözlərinə görə hakimiyyət güclü müqavimətlə üzləşib və dəyişikliklərdən imtina etməyə məcbur qalıb. Hakim komanda isə bildirir ki, hazırki mərhələdə bu qərar ən optimal variant olub. Xatırladaq ki, Tbilisi Dövlət Universiteti ilə Gürcüstan Texniki Universitetinin birləşdirilməsi barədə hökumət qərarı yanvarın 29-da açıqlanmışdı. Qərar hər iki universitetin elmi ictimaiyyəti və akademik sektor nümayəndələri tərəfindən etirazla qarşılanmışdı. ABŞ-ın vitse-prezidenti J.D. Vance Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Çıxış zamanı Vance Paşinyanı gələcəyə yönəlmiş Ermənistana sülh gətirmiş bir lider kimi xarakterizə edib. Vitse-prezidenti həmçinin qeyd edib ki, regionda baş verən tarixi transformasiya uzun müddətli sülh üçün əsas yaradır. Səfər çərçivəsində tərəflər nüvə enerjisi sahəsində əməkdaşlığa dair birgə saziş də imzalayıblar. Medianın məlumatına görə razılaşma hökumətlər arasında nüvə enerjinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlığı nəzərdə tutur. Öz növbəsində Paşinyan ABŞ və Ermənistanın bir sıra sahələrdə, o cümlədən suni intellekt və innovativ texnologiyalar istiqamətində əməkdaşlığı dərinləşdirəcəyini bildirib. Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti bugün Azərbaycanı səfər edəcək. Avropa İttifaqı Ukraynada sülh sazişinə nail olunması üçün bir neçə variant üzərində işləyir ki, bu da Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsini əhatə edir. Bu barədə Bloomberg nəşri yazır. Nəşrin anonim mənbələrə istinadla verdiyi məlumata görə Kiyev üçün Avropa İttifaqına üzvlüklə bağlı qabaqlayıcı müdafiə mexanizmlərinin təmin edilməsi məsələsi müzakirə olunur. Eyni zamanda üzvlüyə dair müəyyən hüquqlarla dərhal çıxış verilməsi variantları da nəzərdən keçirilir. Mənbələrin bildirdiyinə görə Avropa İttifaqı Ukraynaya rəsmi prosedurun irəlilədirilməsi üçün atmalı olduğu addımlarla bağlı aydın yol xəritəsi təqdim edəcək. Vladimir Zelenski bəyan edib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər artıq hazırdır. Ukrayna prezidenti gündəlik müraciəti zamanı bu həftə planlaşdırılan beynəlxalq tədbirlərdən danışıb. Zelenski vurğulayıb ki, etibarlı təhlükəsizlik zəmanətləri sülhün qorunması və Ruslar tərəfindən razılaşmaların istənilən formada istər hücumlar, istərsə də hibrid əməliyyatlar yolu ilə pozulmasının qarşısının alması üçün yeganə real əsasdır. Tıkibulidə bir mədənçi həyatını itirib. Hadisə Dizguri adına şaxtada baş verib. Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə yerində istintaq hərəkətləri gecə saatlarına qədər davam edib. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə aparılır. Tıkibulidə əmək müfəttişliyi də fəaliyyət göstərir. Daxili İşlər Naziri Geka Gelacı Qətər dövlətinin Gürcüstanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əli Yusuf Əbdurrahman Əl-Mulla ilə görüş keçirib. Görüş zamanı tərəflər iki ölkə arasında hüquq mühafizə sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb və tərəfdaşlığın perspektivlərini müzakirə ediblər. Nazir səfiri Gürcüstandakı diplomatik missiyasının başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Sərhəd polisi dövlət sərhədini qanunsuz keçmək faktı ilə bağlı 2 nəfəri saxlayıb. Araşdırma nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər sərhəd nəzarət buraxılmış məntəqəsindən yan keçərək Türkiyə Respublikasından Gürcüstan istiqamətində ölkənin dövlət sərhədini qanunsuz şəkildə keçiblər. Saxlanılan şəxslər barəsində miqrasiya prosedurları həyata keçirilib və onlar ölkədən deportasiya olunublar.
Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin əməkdaşları narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və qanunsuz dövriyyəsinə yardım ittihamı ilə 1992-ci il təvəllüdlü Ukrayna vətəndaşını saxlayıblar. Hüquq mühafizə orqanları Tbilisidə saxlanılan şəxsin üzərində aparılan şəxsi axtarış zamanı satış üçün qablaşdırılmış 30 bağlama qurudulmuş marixuananı maddi sübut kimi götürüblər. Qeyd olunan cinayət 10 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Triumfun 80 illi adlı konsert opera və balet teatrında Gürcüstan Milli Baleti Suxişvillərin 80 illik yubileyinə həsr olunaraq keçirilib. Konsert proqramında ansamblın həm klassik, həm də müasir repertuarı təqdim olunub. Qeyd edək ki, tədbirin keçirildiyi məkan simvolik xarakter daşıyır. Çünki 80 il əvvəl Suxişvillərin tarixi məhz opera və balet teatrında başlayıb. Xatırladaq ki, Gürcüstan Milli Baleti Gürcü tamaşaçıların qarşısında New Yorkda Carnegie Hall'da qazandığı triumfdan sonra çıxış edib.